Su kaynadı. Bunun altını keçirdik və mən reyhanları məhlədən yığmışam. Təxminən bax belə bu qədərdir. Salıram bura. Hər litrə yarım stakan şəkər atıram və bunu belə qarışdırıram. Limon dozu attık. Reyhanın rengi çıxdı. İndi bunu 1-2 dəqiqədə altını yandıram. Qapağını da qoydum. Bir 10 dəqiqə dəmlənsin. Sonra onu qablara süzəcəm və sizə göstərəcəm.